Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün sizə hündüşka yeminin necə hazırlanmağını öyrətmək istərdim. Yəni bax bu hündüşka yemi çox belə deyərdim gözəl olur. Yəni bunu hündüşkalar yeyir, yaxşı yeyir və faydalıdır buna. Yəni çünki çox insanlar yazır ki, hündüşkamız nə veririk, yaxşı yemir, ona nə verək. Bax bunu çox iştahla yeyəcəklər və həmən bax bu yem belə deyək, hündüşkaya xeyirdir. Həm içində ağartı olduğundan, həm göyərti, yəni şüyüd olduğundan, həm də ki vitaminli yem olduğundan bunu çox gözəl yeyəcəklər. Deməli əziz izləyicilər, bunu necə hazırlayırıq? Götürürsüz başlanğıc yemi də ola bilər, şəkərli yem də ola bilər. İmkan varsa başlanğıc yemi daha da yaxşıdır. Yəni hündüşkanı tez inkişaf elətdirir. Şəkərli yem isə biraz ona baxanda şey deyir də, yəni o dərəcədə olmur. O yemi töksüz, içinə şüyüdü doğrayırsınız. Bilirsiniz ki, hündüşka şüyüdü çox sevir və həm də şüyüd hündüşka üçün çox belə deyərdim faydalıdır. Və içinə süzməni, bax beləcə töksüz. Tökəndən sonra əziz izləyicilər, götürürsünüz üzərinə birəcə su, çox yox, yəni patlaq eləmisiz. Birəcə su əlavə edirsiniz ki, həm yem islansın, həm süzmə biraz belə açılsın, həm də ki, yaxşı qarışdıra biləsiniz. Bax, beləcənə qarışdırırsınız. Beləcə qarışdırandan sonra bu yem belə deyək də palçıq kimi deyimmi, saqqız kimi deyimmi, bax belə həm şüyüd, həm bu süzmə zad olduğundan bir-birinə belə deyim yapışır və belə palçıq kimi, saqqız kimi olur. Bunu hündüşkalar hardasa bir həftəsindən sonra vermək olar. Bax belə verirsiniz, hündüşkalar bunu götürüb belə deyim lombultuyla yaxşı yeyirlər. Həm mədələri dolur, bax belə gördüyünüz kimi əziz izləyicilər. Beləcənə verirsiniz, hündüşkalar bunu çox yaxşı yeyirlər, həm mədələri tez doyur, həm də yaxşı inkişaf edirlər. Yəni bundan siz hündüşkalar versəz, hündüşkalarınız həm sağlam olacaq, həm yaxşı yekələcək, həm də yaxşı yeyəcəkdir. Bunun içində süzmə, şüyüd və o şəkərli yem olduğundan həm faydalıdır, həm də tez yaxşı böyüdür. Yəni bunu istədim çəkəm sizə göstərəm. Mənim kanalımda var. Belə video çəkmişdim. İndi ikincisini də çəkdim sizin üçün ki, görəsiz, belə də hazırlayıb verəsiz ki, hündüşkalar həm sağlam olsun, həm də yaxşı yesinlər. Belə, sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram. Sağ olun əziz izləyicilər.